Bismillahirrahmanirrahim. Məbəs bayramı münasibəti ilə hamını təbrik edirəm. Allah bu bayramı müsəlmanların hamısına mübarək eləsin. Məbəs haqqında danışmaq istərdim, amma bu danışılan sözlər müxtəlif kitablarda, tərcümə olunmuş kitablarda qeyd olunduğu üçün adətən danışılmayan sözlərdən bir neçəsini əziz müsəlmanların diqqətinə çatdırmaq istəyirəm. Birinci məsələ ondan ibarətdir ki, bütün İslam yazarlarının, tarix yazarlarının yazısında görürük ki, Peyğəmbərə peyğəmbərlik verilməsi prosesi belə izah olunur. Peyğəmbər sallallahu aleyhi və səlləm mağarada, Həra mağarasında ibadət edərkən Allah Taala'nın böyük mələyi Cəbrail əleyhissalam nazil olur və Peyğəmbərə oxu deyə əmr edir. Həzrəti Peyğəmbər sallallahu aleyhi və səlləm Cəbrail əleyhissalama mən oxumağı bacarmıram dedikdə, Cəbrail əleyhissalam yenidən daha təkidlə Peyğəmbər sallallahu aleyhi və səlləmə oxu deyə əmr edir. Üçüncü dəfədə Peyğəmbər sallallahu aleyhi və səlləmin oxumadığını gördükdə, onu tutub möhkəm sıxır və sıxıntının şiddətini Həzrəti Peyğəmbər sallallahu aleyhi və səlləm çox belə təsirə məruz qalmış kimi izah edir, sonra oxumağı, Rəbbin adı ilə oxumağı bacarır. Mərhum Allamə Təbəətəbai bu hədisin mənasının insan ağlı ilə uyğunlaşmadığını nəzərə çatdırır və buyurur ki, doğrudur ki, bir çox hədislər bizim ağlımızın fövqündədir. Ağlımızdan yüksəkdə olduğu üçün başa düşmürük. Onlara iman gətirmək vacibdir, başa düşməsək belə. Amma bu hədisdə heç bir ağlın fövqündə olmayan, əksinə ağıldan aşağı sayıla biləcək nöqsanlar və qüsurlar var. Onlardan biri bundan ibarətdir ki, Allah Taala bir nəfəri peyğəmbər seçərkən ona agahlıq, məntiq, düşüncə, nur vermiş olur. Onu işıqlandırmış olur, ziyalandırmış olur. Onu kör-köranəliyə sürükləmir. Əksinə, kör-köranəlikdən, cahillikdən, cəhalətdən qurtarır. Amma bu hədisdə görürük ki, Cəbrail əleyhissalam Həzrəti Peyğəmbər sallallahu aleyhi və səlləmə buyurur ki, sən oxu. Peyğəmbər həzrətləri də tam məntiqli formada, hər kəsin ağlına batacaq tərzdə ona cavab verir ki, mən oxuya bilmirəm. Bunun cavabında Cəbrail əleyhissalam Allahın nümayəndəsi olaraq ya Peyğəmbərə oxumağı öyrətməli idi, ya da qayıdıb Allaha deməli idi ki, bu şəxs deyir ki, mən oxuya bilmirəm. Amma biz baxıb görürük ki, hədisdə qəribə nüanslar var. Cəbrail əleyhissalam yenidən Peyğəmbəri təkidlə təsirə məruz qoyur, sən hökmən oxumalısan. Hökmən oxumalısan. Oxuya bilməsən də oxumalısan. Bu hədisin mənası nə Allah Taala'ya yaraşır, nə Cəbrail əleyhissalama yaraşır, nə Həzrəti Peyğəmbər sallallahu aleyhi və səlləmin peyğəmbərlik şəninə yaraşır. Əlbəttə, kimsə hədisin mənbələrinin səhihliyini araşdırıb üzə çıxarsa və hədisə düzgün məzmun, məna verə bilsə, biz öz sözümüzü geri götürərik. Lakin Allamə Təbəətəbai qədər əzəmətli bir alim buyurur ki, bu hədis məqbul sayılmır. Allah Taala nuraniyyət bəxş edəcəyi bir bəndəsini sıxıntıda qoymaz. Ümumiyyətlə mələkut aləmində sıxıntı yoxdur. Mələkut aləmində incimək yoxdur. Mələkut aləmində nur var, rahatlıq var. Əgər bir nəfər peyğəmbərlik kəlamlarını qəbul edəcəksə, onun bu tərzdə mələk tərəfindən qorxudulub sıxıntıya məruz qalması söhbəti çox avam söhbətə oxşuyur. İkinci məsələ ki, qeyd olunur, Peyğəmbər salavatullah barəsində ələl-xüsus əhl-i sünnət qardaşlarımızın mənbələrində qeyd olunur ki, Peyğəmbər həzrətləri Cəbrail əleyhissalamı gördükdən sonra, onun səsini eşitdikdən sonra əl-iyazı billah, məazəllah dəli divana olduğunu fikirləşdi.
fikirləşdi ki, ya mənə cin vurub, ya sehirlənmişəm, ya dəli divanı olmuşam. Mən indi mənbələrə girmək istəmirəm. Mənbələr əldə kifayət qədər mövcuddur. Lakin mən hədisin öz məzmunu barəsində danışmaq istərdim. Və Peyğəmbər Həzrətləri güya cin vurmuş bir adam kimi olduğunu hiss edir, dəli kimi olduğunu hiss edir. Gəlir Həzrət Xədicə salamullah əleyhaya sığınır. Elə vəziyyətə düşür ki, Həzrət Xədicə də şübhələnir onun vəziyyətindən. Gedir öz qohumu Vərəqət ibn Nofəl, Məsihi alimi olan Vərəqət ibn Nofələ müraciət edir ki, bunda qəribə, türlü hallar baş verir, bunun bir çarəsi olmalıdır, bir izahı olmalıdır və s. və ilə axır. Hətta bəzi əhl-i-sünnə qardaşlarımızın mənbələrində qeyd olunur. Mən bilmirəm bu mənbələrin bu hədisləri nə dərəcədə müstənəd, sənədli sayılır, möhkəm sayılır. Amma çox təəssüf edici bir haldır ki, belə hədislər də mövcuddur və mən çox xahiş edərdim əhl-i-sünnə qardaşlardan ki, imkan verməsinlər belə hədislər açıqlansın, deyilsin, belə hədislər qəbul olunsun, məqbul sayılsın. Güya Peyğəmbər o dərəcədə dəli olduğunu fikirləşir ki, hətta özünü qayadan aşağı atmaq istəyir. Bu zaman Cəbrail əleyhissalam nazil olub, deyir ki, qorxma, sən dəli deyilsən, mən mələyəm və s. və ilə axır. Bu hədisin nə dərəcədə məntiqə uyğun olmadığını mənə gəlir ki, izah eləməyə ehtiyac yoxdur. Allah təala bir nəfəri Peyğəmbər təyin etmək istəyəndə ona belə şok yaşatmaz. Onun ağlını başından almaz, onu dəli divanı eləyib çöllərə salmaz, onu daha normal, daha məntiqli bir vəziyyətə gətirər. Bugün əgər qeyri-müsəlmanlar İslam dininə üst tuturlarsa, İslam dininin elminə görə, ziyasına görə üst tuturlar. Əgər onlardan biri görsə ki, Peyğəmbər adi bir insan kimi metafiziki aləmdən gələn bir varlığı görüb şoka düşür, hətta dəli olmaq dərəcəsinə çatır, bu çox rahat fikirləşə bilər ki, bəlkə elə bu Peyğəmbər özü psixi problemə malik imiş. Belə ittihamlardan qorunmaq üçün biz cəli hədisləri, saxta hədisləri mümkün qədər ədəbiyyatımızdan uzaqlaşdırmalıyıq. Mərhum Əllamə Təbəətəbai çox gözəl bir nüansa diqqət yönəldir. Deyir ki, mən bilmirəm bu hədisləri yazanlar Məsihlərdir, Yahudilərdir, müsəlmanlardır, ya kimlərdir. Bilirik ki, İslam hədis elmində İsrailiyyat, məculat deyilən bir hədis toplumları var ki, bir sıra qeyri-müsəlman şəxslər alim formasında, İslam alimi, İslam ravisi formasında İslama daxil olub, qədim Tövratda, təhrif olunmuş İncildə yazılan bəzi nağılvari əhvalatları İslam hədisləri sırasına daxil etmişlər. Mərhum Əllamə deyir ki, baxın, elə bir vəziyyət yaranıb ki, İslam dini dünyanın ən gülünc bir dininə çevrilmiş olur. Güya 123.999 Peyğəmbərin hər hansı birisi ona vəhiy nazil olanda qətiyyən çaşmadı, qorxmadı, dəli olduğunu fikirləşmədi, Peyğəmbərliyinə şək şübhə eləmədi. Məsələn, Həzrət Musa əleyhissalatü vəssalam yanar ağacı gördükdə Peyğəmbərliyinə şək şübhə etmədi. Amma bizim Peyğəmbərimiz şək şübhə etdi. Belə ki, Həzrət Peyğəmbərin, İslamın əziz Peyğəmbərinin, ən əzəmətli Peyğəmbəri sallallahu aleyhi və səlləmin Peyğəmbərliyini bir xristiyan alim olan Vərəqət ibn Nofəl təsdiqləyir. Yəni, vəhiy nazil olmuş şəxs özünə vəhiy nazil olub olmadığını başa düşmür, Peyğəmbər olub olmadığını ayırt edə bilmir, qıraqdan bir şəxs başa düşür ki, bu Peyğəmbərdir və ona mesaj göndərir ki, sən Peyğəmbərsən, qorxma, dəli deyilsən, sənin ağlın başındadır. Bu gülünc söhbətlər Məbəs bayramında müsəlmanların nəzərinə çatsın ki, bunlara diqqət yetirsinlər, bilsinlər ki, Peyğəmbər həzrətlərinə vəhiy nazil olubsa, vəhiy ən dəqiq informasiyadır, vəhiy nazil olan şəxsin heç bir elmdə olmadığı miqdarda vəhyin Allah tərəfindən gəldiyinə yəqinliyi, imanı olur. Mümkün deyil ki, bir nəfərə vəhiy gələ, Allah bir nəfərə vəhiy göndərə və o şübhələnə. Əgər şübhələnsə, onun bütün vəhiydən aldıqları, bütün kəlamlara şübhə etməyə hamının haqqı olmuş olur. Allah Teala dinimizi cəfəng-cəfəng mariflərdən, adı marif olan dırnaqarası mariflərdən uzaq eləsin, müsəlmanları öz elminə, dininə agah eləsin. Allah bayramınızı mübarək eləsin. Əssalamu aleykum və rəhmətullah.